Ümumiyyətlə, insanın əhval-ruhiyyəsi yaxşı olan zaman ümumiyyətlə həm də fiziki baxımdan sağlam olur, Narzı xanım, elə deyirlər. Təbii ki, sağlam Yəni bunu düşüncə. necə balanslı saxlamaq lazımdır ki, həm əhval-ruhiyyəsi uşaqların yaxşı olsun, həm düzgün, həm tərbiyədən əlavə bəzi maarifləndirmə məsələlərinə Bahar xanım toxundu. Uşaqlar da maariflənir, bizim qədər də olmasa oxuyurlar, araşdırırlar, sosial şəbəkələrdə daxil olurlar müəyyən tətbiqlərə. Orada öz hüquqları haqqında müəyyən məqamlar görəndə sanki həmin sözlərdən sui-istifadə etmək istəyirlər. Artıq hal-hazırda məktəbdə dərslərdə belə keçilir və uşaq artıq öz hüquqlarını bilir. Kifayət qədər valideynlərinə buna görə etirazını da bildirirlər. Mənim bu hüququm var, mənim seçmək hüququm var, mənə icazə verməlisən. İnanın, artıq uşaqlar kifayət qədər də özləri də məlumatlıdır. Bu məni çox sevindirir. Bəzən valideynlərinə də yol göstərirlər, istiqamətlənirlər. Yeni nəsil fərqlidir, valideynlər üçün də yenidir. Amma uşaqlarla çalışmaq, Habil müəllim bayaq qeyd edir, uşaqlarla çalışmaq təbii ki, uşaqları birinci sevmək, bir də uşaq ruhuna yaxın olmaq lazımdır. Nə gözəl ki, belə müəllimlər var. Hətta deyir ki, mən ona heç bir sərt davrana bilmərəm. Elə olsa onun hətta səsindən, əhval-ruhiyyəsinə təsir edəcək. Əhval-ruhiyyələ psixosomatik bir haldır. Yəni bizim ruhumuz, özümüz necə hiss ediriksə, bu bizim fiziki inkişafımızda öz əksini tapa bilir. Bugün çoxu xəstəliklərin başında duran səbəb stress faktorudur. İstər xərçəng xəstəliyi olsun, istər hansısa bir baş ağrıları olsun. Bunu həm uşaqlara da şamil etmək olur. Uşaqlarda da stress, uşaq uzun müddət stressə məruz qalanda qanda kortizol hormonu dediyimiz aqressiya hormonu yüksəlir və Stres dediyiniz yəni amil nə? davamlı sevgisizliyin özü də bir stressdir. Laqeydliyin özü də bir stressdir. Uşaqları müqayisə etmək, uşaqları daim şəkildə ətrafı ilə əzmək, onları alçaltmaq, onların fikrini dinləməmək, bunlar özü belə uşaq üçün böyük bir stress faktorudur və bu kortizol hormonu böyrəküstü vəzin bir hormonudur və biz ona serotoninin tam əksi deyirik. Necə xoşbəxt olarkən bizdə serotonin hormonu qanımızda daha çox ifraz olunur, kortizol da gərgin olan zaman və bu zaman uşaqlarda boy hormonuna təsir edir ki, cırqalırlar, kiçik boylu olurlar, üz cizgilərində, uşağın rəngi tonunda, saç tərzində, yəni buruqluğunda, qıvrım olmağında, yəni sevgisiz uşaqlar, hüzur içində böyüməyən bir uşağın boyu da balaca qalacaq, rəngi də solğun olacaq, çəki də yaxşı ala bilməyəcək, iştahı da olmayacaq. Yəni bunun üçün əgər sağlam bir övlad istəyirsinizsə, valideynlər bəzən onu zorla uşağı yedizdirirlər. Deyirlər ki, yesin, vitaminli olsun. Sən onu sevgi ilə böyüt, sən onu diqqətdən kənar qoyma, qonşunun uşağı ilə davamlı müqayisə eləmə, əzmə. Onu zaten özünü xoşbəxt hiss edir və onun qidalanması da düzələcək, iştahı da düzələcək, yuxusu da düzələcək. Uşaq istənməyəndə, bəli, uşaq istənməyəndə yuxusu qaçır. Körpə əgər yatmırsa, biz birinci baxırıq, ana bu uşağı istədiyi övladdırmı, istənilən övladdırmı, qayğı göstərirmi, yoxsa uşağa, ola bilir ana özü də depressiya keçirir, doğum sonrası uşağa yaxın gəlmir. Bu uşaqlar o dəqiqə hiss olunur aqressiyaları ilə, yuxu pozuntusundan, qidadan uzaqlaşma ilə. Bunun üçün də uşaqları fiziki və psixi inkişafı yanaşı olaraq O zaman dünyanın gözəlliyi o sevgi xilas edəcək. Bəli, boşuna demirlər.